Öncə üçbucaq çəkək. ABC üçbucağında B və C bucaqlarının tənbölənləri K nöqtəsində kəsişir. B bucağının tənböləni və C bucağının tənböləni K nöqtəsində kəsişir. Qeyd edirəm. Tənbölən olduğunu qeyd edirəm. Alfa, alfa, beta, beta, BK bərabərdir 12, CK bərabərdir 5. Bizdən BC parçasının uzunluğunun ən kiçik natural qiymətini soruşur. Tutaq ki, bu da olsun x. Üçbucağın tənbölənləri üçü də bir nöqtədə kəsişir. Yəni A bucağından tənbölən çəksəm, o da K nöqtəsindən keçməlidir. Qeyd edirəm. O zaman bu bucağa mən qamma yazsam, bu da olacaq qamma. Üçbucağın daxil bucaqlarının cəmi 180 dərəcədir. O zaman 2 alfa plus 2 beta plus 2 qamma bərabərdir 180 dərəcə. Hər tərəf 2-yə bölsəm, alfa plus beta plus qamma bərabər 90 dərəcə. O zaman alfa plus beta bərabərdir 90 dərəcə çıxılsın qamma olacaqdır. Qamma da sıfırdan fərqli hər hansı bir bucaq olduğundan buradan aldım ki, bu iki bucağın cəmi, yəni alfa ilə beta'nın cəmi 90 dərəcədən kiçikdir. Çünki alfa plus beta tapmışam, 90 çıx qamma. 90-dan hər hansı bucaq çıxanda 90-dan kiçik yanacaq. Üçbucağın daxil bucaqlarının cəmi də 180 dərəcədir. O zaman dərk etdim ki, B, K, C bucağı 90 dərəcədən böyük olmalıdır. Yəni kör bucaqdır. Tutaq ki, bu da olsun bir fi bucağı. Fi bucağı böyükdür 90 dərəcədə. Bu üçbucaq üçün üçbucaq bərabərsi tətbiq etsək, fi böyükdür 90 dərəcə üçün nə olacaq o zaman? Kök altında 12'nin kvadratı plus 5'in kvadratı, həmən bu 12 ilə 5'i götürdüm. Kiçikdir x-dən, o da kiçikdir 12 plus 5'dən. Yəni nə almış olacağım? 12'nin kvadratı 144, 5'in kvadratı 25. 144 plus 25, 169, kök çıxar 13. Kiçikdir x-dən, o da kiçikdir 12 plus 5, yəni 17-dən. Deməli, x-in ən kiçik natural qiyməti 14'dür. Düzgün cavab 14.